Salam əziz izləyicilər, əziz məntiq sevərlər. Bugün mən sizlə Elsəvər Vəliyevin 6-cı sinif riyaziyyat məntiq testindən lisey qəbul sınağı 2-nin riyazi məntiq hissəsini paylaşacağım. Diqqətlə qulaq asaq ki, hər bir detalı bizə aydın olsun. Demək əziz izləyicilər, ilk öncə sizləri qrupumuzla tanış eləmək istəyirəm. Hansı ki, bizim Elsəvər müəlliminin kitabının video izah və PDF izah qrupu var. PDF izahı da sizlərə göstərmək istəyirəm. Baxın, Elsəvər Vəliyevin 6-cı sinif qrupu bundan ibarətdir. Burada bizim sınaqlarımız ardıcıl şəkildə paylaşılır. Lisey qəbul sınağı birinci izahlı PDF paylaşılır, sonra videolar paylaşılır. İzahlı PDF-imiz isə bu şəkildədir. Baxın, izahlı PDF-imiz ilk öncə mövzularımızdır və sonra izahlı formada yazılan PDF-lərimizdir. Bu formada əldə edə bilərsiniz. Qrupumuza daxil olmaq üçün bir dəfəlik ödəniş 10 manatdır. 10 manat ödəməklə qrupumuza daxil ola bilərsiniz. Başlayaq videomuza. Deməli, birinci sualda bizə deyir ki, 3, 4, 6, 10 ədədləri aşağıdakı kəsrlərə, kvadratlara hər biri bir dəfə olmaqla yazılarsa ən böyük cəm neçə olar? İlk öncə birinci cəmə 3-də 6 yazaq, 2 tam olması üçün. Üstə gələk, 4-də 10 yazaq. İndi bunların hər ikisinə ortaq məxrəc 12 olsun. 12-yi 3-ə böləndə 4, 6-ya böləndə 24, 30. 12'də 54 54 mi eləyir? 54 eləyir. Bunu da 2'ye böləndə 6'da 27. Amma cavabımız 6'da 29 olduğuna görə demək hardasa səhv yazırıq. Deməli, burada 6'da 3 yazaq. Üstə gələk, 4'də 10 yazaq. Ortaq məxrəc 12. 12'yi 6'ya böləndə düşəcək 2'yi 3'ə vuranda 6. Üstə gələk, 12'yi 4'ə böləndə 3, 30. 12'də 36. Cavabımız 3. Burada alınmır. Ən kiçik istəyir bizdən. Hər birini bir dəfə olmaqla yazaq. 12 ortaq məxrəc götürsək, 4 dəfə 4 16, üstə gələk 20, niyə 36? İzah hissəsinə baxaq. Deməli, götürmüşük nə? 4'də 3-lə 6'dan. Haberiniz yox. 3'də 10'la 4'də 6 götürmüşük. 12'də 58, x sayəndə 2'də 6'da 29. Deməli, burada 3'də 10, 4'də 6. 12'də 58 eləyir. X sayəndə də 6'da 29. C bəndi. İkinci sualda aşağıdakı şəkildə neçə üçbucaq var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bir dənə bu üçbucaqda 11. Bir dənə də bu üçbucaqda 12. İkinci olacaq B variantı. 12 dənə. Üçüncüdə 1-dən 100-ə qədər olan ədədləri yazarkən neçə dənə iki rəqəmdən istifadə olunur? Yadınızda saxlayın ki, 1-dən 100-ə qədər bütün ədədlərdən 20 dənə yerləşir. Sonra dördüncüdə bir şey yadınızda saxlayın. İşarəni, yəni hərəkəti düzgün bilin. Məsələn, 2 nömrə olacaq, saat əqrəbinin hərəkəti istiqamı bu tərəfə gedir. 2 nömrə bu tərəfə gedirsə, 3 də bu tərəfə gedəcək. Düzdürmü? 3 bu tərəfə gedirsə, 4 də bu tərəfə gələcək. Düzdürmü?
hərəkətinə, yəni beyninizdə canlandırın. Bu ifadelər bax bura aparacaq. Sonra 4 belə gəlirsə 6 tərsinə gedəcək. Bizdən nə soruşur? 8-i. 6 tərsinə gedirsə bu da belə gedəcək. Sadə əqrəb istiqamətinə. Bu belə gedəcəksə 9 əks istiqamətinə. Bu belə gəlirsə 8 də əks istiqamətinə gedir. 8 olacaq sadə əqrəbinin hərəkətinin əks istiqamətinə. 5-ci sual. 5-ci sualda deyir ki, eyni rəngli kiçik kublar yan-yana və alt-alta yerləşmədiyinə görə şəkildəki qara kubların sayı neçə olur? Baxın, birinci üzdə qara hissələr 5 dənədir. İkinci üzdə qaralar ağ olub, ağlar qara olub. Deməli, ikinci üzdə neçə dənə qara olacaq? 4 dənə. Bax, yenə deyirəm, ikinci üzdə, birinci üzdəki qaralar ağ olub, ağlar qara olub. Ona görə birinci üzdə 4 dənə ağ olduğuna görə ortadakında deməli 4 dənə qara var. Və növbəti yenə eynidir. 5 dənə nə var? Qara nöqtə var. Qara kub var. Bunların da cəmi eləyəcək 14. 6-cı sual. Qaçış yarışında həmin anda N+8-ci yerdə olan idmançılar keçən adam N+3-cü yerdə olar. Baxın, bunlar eyni şeydir. Yəni N+8 bərabərdir 2N+3-cü yerə də. 2N+3-cü yer deyək ki, dördüncü gələn üçüncünü keçsə yenə üçüncünün yerinə gəlir. Düzdürmü? Ona görə bunlar bərabərdir. 2N-dən N çıxanda N bərabərdir. 8-dən 3 çıxanda 5. Deməli, N burada neçəncidir? 5. Baxın bura. Burada 13'dür. Burada 13'dür. Yəni bunlar bərabərdir. Aydındırmı? Bəli. Yerinə də kopya yaza bilərsiniz. 7-ci sual. 5 vuraq 5 ölçülü lövhə 25 xanaya bölünüb. Onun üzərində sağa sola, yuxarı aşağı hərəkət edən 2 vuraq 2 ölçülü kvadrat çərçivə yerləşdirilib. Hər dəfə biri bölünmədən 4 xana çərçivənin daxilində qalır. Şəkildəki misalda 3, 4, 8, 9 xanalar çərçivənin daxilində qalır. Bunu bildik. Deyir ki, cəmi 80 olan aşağıdakı vəziyyətlərdən biri ola bilər. Cəmi 80 olan səhv eləməmsə bunu götürmüşdük. Nəyə görə? Çünki mən 7, 8, 5, 35 götürmüşdüm. Burada 45 eləmişdi. Hə, sonlarını 5 götürmüşdüm. Variantlara yaxın baxmışdım da. 19 olan hissə bax bunu götürdüm. Gördüm 7 üstə 9 gələn 7 edir. Bu da 7 edir. Bu cəm 80 eləyə bilmir. Ona görə bu hissəyə baxdım. Burada 9 edir, burada 9 edir. Toplayanda 18 edir, 80-ə bərabər eləmir. Yəni bu şəkildə riyazi məntiqimizi inkişaf elətdirmək üçün əlizlərimi yaza bilərik. Ona görə 22 bu ifadəni də götürdüm. 8-ci sual. 2, 3, 5, 8 ədədlər aşağıdakı vurma cədvəlində hər biri bir dəfə olmaqla ABCD hərfləri yerinə yazılır. Alınan 4 hasilin cəmi ən çox neçə ola bilər? Aha. Ən çox deyirsə 2, 3, 5, 8. İndi baxaq. 2 dəfə 5, 10. 2 dəfə 8, 16. 3 dəfə 5, 15. 3 dəfə 8, 24. Bu cəm eləyəcək 26. Bu cəm eləyəcək 39. Cavab eləyəcək 65. Yəni, hansı tərəfə çevirsən də yenə cavabımız eyni 65 olacaq. 9-cu sual. Elektron saat 04:44 olaraq göstərir. Ən az neçə dəqiqədən sonra vaxtı göstərən rəqəmlərin hamısı yenidən eyni olur. Baxın, bu çətin bir sual deyil. 04:44-ün üzərində biz gördüyümüz rəqəmləri gəlirik. Rəqəmləri dəqiq olaraq gəlirik. Məsələn, 04:44 61 dəqiqəni 01:01 şəklində mən yaza bilərəmmi? 1 saat 1 dəqiqə. Bu eləcək 5, 4, 5, 5:45. 5:45 bu saata uyğun deyil. Burada deyir ki, mənim saatim 5:55 olsun. Yəni bu rəqəmləri kim olmalıdır? 71 dəqiqəmiz 1 saat 11 dəqiqə deyilmi? 04:44-ün üzərinə 01:11-i gəlirim. Gördüyümüz kimi 05:55 eləyəcək burada. Deməli bizim həmin vaxtdan nə qədər keçməlidir? 71 dəqiqə. Bunları silək ki, bizə mane olmasın. 10-cu sual. Aha. Burada deyir ki, 3 qarpız 2-2 tərəziyə qoyulur. Tərəziyə uyğun olaraq 8 kiloqram,
10 kilogram ve 12 kilogram gösterir. En ağır qarpızın çəkisi neçə kiloqramdır? Mən bura 7, 5 də qoya bilərəm. 7, 3 də qoya bilərəm. Düzdürmü? 5 ilə 3 də qoya bilərəm. 3 dənə çəki daşımız var. Düzdürmü? 3 dənə qarpızımız var. Birinin çəkisi 7-dir, birinin çəkisi 5-dir, birinin çəkisi də 3-dür. Və bu 3 dənə çəkini mən bu rəqəmlərlə yarada bilirəm. Aydın oldu mu? Yəni deyir, ən ağır qarpız 7-dir. Yalnız 0 və 1 rəqəmlərindən istifadə edilərək əldə edilən 4 rəqəmli 2 ədədin cəmi aşağıdakılardan hansı ola bilməz? Ola bilməz deyirsə, bu ola bilməz. Nəyə görə? Çünki mən 1, 0, 0 hər hansı bir ədəd yaza bilərəm. Amma 0 ilə başlayan hər hansı bir ədəd yaza bilmərəm. Mütləq o toplamada 1 olmalıdır burada. Çünki 0 ilə bizim heç bir ədədimiz başlamır. Ona görə C variantını mən ala bilmirəm. 12-ci sual. Bir qrupda 75 tələbə var. Aşağıdakilərdən hansı bu qrupda qız tələbələrin sayının oğlan tələbələrin sayının nisbəti ola bilər? Uşaqlar, baxın. 1 üstə 5 gəlir. Mən biri 1x, biri 5x qəbul etsəm 6x gedir. 75 6-ya bölünmür. Bu alınmadı. Bunları silim, izah edəcəm. 3 üstə 4 gəlir 7. 75 7-yə bölünmədiyinə görə bu alınmadı. Biz necə yazırıq? x üstə gələk 3x bu şəkildə. 2 üstə 3 gələndə 5, 75 5-ə bölünür, ona görə alınır. 9 üstə 8 gələndə 17, 75 17-yə bölünmür, ona görə bu alınmır. Məsələn, 2x üstə gələk 3x bərabərdir 75-ə, 5x bərabərdir 75-ə, x bərabərdir 15-ə. Düzdürmü? Birində 30-dur, birində 45-dir. Aydındır mı? İndi qızın oğlanların nisbətinə də bu şəkildədir. 13-cü sual. Kubun hər bir üzünə bir natural ədəd yazılıb. Qarşı üzlərdə olan 2 ədədin hasili həmişə eynidir. Baxın. 15, 5, 10-a ən kiçik, ən az olan bir bölünən 30-dur. Düzdürmü? Həm 15-ə, həm 5-ə, həm 10-a bölünür. Və deyir, kubun üzərindəki ədədlərin cəmi. Bax, 15, 10, 5-i mən nağdı yazıram. İndi 15-in qarşısında 30 olması üçün hasil 2-dir. Onun qarşısında 30 olması üçün hasil 3'dür. 5'in qarşısında 30 olması üçün hasil 6'dır. Bunları toplasam 25, 30, 11 də bu 41. Bu cəmi bizə verəcək 41. Bu da belə. 14-cü sual. Əslində 14-cü sual biraz qəliz deyilik. Sadəcə rəqəm qoymalıyıq. Bir də izahata baxaq. 14-cü sualda. Baxın. Onların sualı biz yazmamışıq. Yazmışıq axı. B bəndi almışıq. Amma burada yazılmayıb. B almışıq. Bax burada necə? Hesablamışam. Baxın burada 6 üstə gələk 2 üstə gələk 2 10 yazmış. Onu yazmamışam. Burada qeyd eləməmişəm. Amma bilinir də əsas məsələ. Baxın burada özümüzdən rəqəmlər qoymalıyıq. 2 məsələn 2-nin üstünə neçə gəlsək 2 4 yox 2 6 15 eləməlidir. Hə 2 6 7 6 7 13 3 13 2 mən 2-dən başladım. 2 8 olmuş. 7 2 9 6 sonra 2 6 8 burada 7 6 7 13 burada 2. Yəni A 6'dır, B 2 olacaq, C də 2 olacaq. Bunların da cəmi 10 edir. Yəni özümüzdən ilk olaraq kiçik rəqəmlərdən başlayıb rəqəm qoyuruq. Bu şəkildə də bu həll olunur. 15-ci sualda. 15-ci suala tələbələrim, şagirdlərim bilir ki, mən bu misal ardıcılıq formasında, sıralama formasında həll edirəm. Birinci şəkildə 1 kubumuz var. İkinci şəkildə 4 kubumuz var. Üçüncü şəkildə 9 kubumuz var. Və mənə deyir ki, 8-ci şəkildə neçə kiçik kvadratımız var? 64 dənə. 1-in kvadratı 1, 2-nin kvadratı 4, 3-ün kvadratı 9, 8-in kvadratı isə 64 eləyəcək. 16-cı sual. 220 kiçik kubdan mümkün ən böyük kub düzəldilərsə. Aha,
kub deyirsə 220 neçənin kubuna yaxındır? 4'ün kubu 64 vuraq 4 neçə edir? 64'ü 4'e vuraq 16 bir yadda 16 176 düzdürmü? 176 220'den küçük değil. 9'un kubu. 81 vuraq 9. 220'den böyüyəcək. 16'nın kubu. 4'ün kubu 64 nədir? Neçə kub? Hə. Əslində belə hesablamırıq. Bax 220'den 4 çıxıram. 116. 116 nəyinsə kubudur mu? 116. 100 niye? 216. 216 6'nın kubudur. Y cevabımız 4. 220'den 4 tane kub çıxanda 216 edir. 216 da 6'nın kubudur. Deməli 6 dənə ən böyük kubu yerləşdiririk ki, 4 tanesi artıq qalsın. Cevabımız 4. Salih ədədin üzərinə 42 gəlməlidir. İlk qısmı bunun sonradan hesabla birinci qısıda bax. Gəlməlidir. Və o ədəddən 42 çıxır. Ədədimizi bilmirəm. 42 çıxır, alır 88. Bu ikisi tapmaq üçün 88'in üstə 42 gəlirəm. Eləcək 130. Düzdürmü? Və deyək ki 130 cavab alır. Əslində 130'dan 42 gəlməlidir. Eləcək 172 almalıydı əslində Salih. 18'in sual. 18 aslında asandır. Ulduzdan bu 9'dursa, bu bura 9 yazırsan, bura 6'dırsa, kvadrat, indi məsələn, bir dənə dairə 6'dır. 2 dənə dairə varsa 12, 3 bucaq, ulduz 3'dür. Ulduz 3'dürsə, bura 16'dırsa, bir dənə kvadratda 8. Bu tərəzilər mövzusudur. Çox asan bir sualdır. Bu şəkildə tapırıq. 19. Bunun cevabı 30'u soruşur bizdən 3'dür. 19. Müəyyən ardıcıllıqla düzül. Neçədən ədəddən bir təkrarlanır? 1, 2, 3, 4, 5, 6 ədəddən bir təkrarlanır. Sonra yenə başlayır. 1, 2, 2, 3, 3. 100'ü bölürəm 6'ya. Onun içində bir dəfə 6, 40'ın içərisində 6, 36, 4. Düzdürmü? 16 dəfə təkrarlanır, 4-cü ədədi soruşur. 1, 2, 3, 4. 4-cü ədədimiz nə eləyəcək? C, 3. 200 ədədi 2'yə ya da 3'ə vurulur. Baxın, buraya yazırım. 200 vuraq 2, 400 ya da 200 vuraq 3 bərabər də 600. İndi deyir, üzərinə 3, 1 və ya 2'dir. 400 də gələk 1, 401, 400 də gələk 2, 402, indi yenə 600, buraya yazırım da 601, 602. İndi və deyir ki, əldə edilən nəticə 3'ə və ya 4'ə bölünür. Aha, 3'ə bölünmə şərtinə əsasən mən nə yaza bilərəm? 3'ə bölünmə şərtinə əsasən 3'ə və ya 4'ə, demir ha, eyni zamanda 4'ə də bölünür. 3'ə və ya 4'ə bölünür. Mən burada bir dənə 3'ə bölünənə də 402'ni tapıram. Düzdürmü? 402'ni də indi 6, 4'ün üstə bir gəlir 5, 6'ın üstə gəlir 8, 6'ın üstə bir gəlir 7. 402'de 6, 4'ün üstə gəlir 6 edir və 3'ə bölünür. İndi 402'ni mən bölməliyim 3'ə. Bərabərdir 100. 134. Deməli 134 alırım. Aha. Bu da 20. sual. Qurtardı. LGS 2'nin riyazi məntiqini yükləyəcəm indi sizlərlə. İnşallah LGS 3'ün PDF'ini paylaşım videosunda sizlərlə paylaşacağım. İzlədiyinizə görə təşəkkürlər. Hər birinizə uğurlar. Qrupa qoşulmaq istəyənlər aşağıda qeyd ediləcək əlaqə vasitəsindən bizlə əlaqə saxlaya bilərlər. Ödənişimiz sadəcə bir dəfə qrupa daxil olarkən ödənilir.